Deməli, yuxularımızın üç qismini biz bildik. Şeytandan hansıdır? Allahdan hansıdır? Yaşadığımız həyatla hansıdır? Onu biz özümüz öz əhval-ruhiyyəmizdən hiss edirik. Yəni, yuxudan oyandığımız kimi bunu hiss edirik ki, bu yuxu mənə əgər imanımı artırırsa, əgər mənə sevinç gətirirsə və yaxud da ki, yanlış bir işimi mənə öyrətdisə, yuxu, sən bil ki, o ilhamdır sənə gəlib. Yox, yuxudan oyandıqdan sonra gördün ki, çox qanın qara, həyəcanlı, qorxusan, narahatsan, qəlbin sıxılır. Bil ki, şeytan səni qorxudur. Qorxma, o şeytandır, səni narahat edir. Və amma bir yuxu işi gördün, yaşadığın həyatla əlaqəli, yəni həmən gün yaşadığın hadisələrlə, nə bilim, ticarət etmişdin və yaxud da ki, nəsə baş vermişdi, elə onu da yuxuda gördün, bil ki, sənin öz həyatındır. Yəni, nə ilhamdır, nə şeytandır. Boş bir şeydir, yəni. Amma o ki vardır, qorxulu yuxuya gəldikdə sualda verilən o hədisə, o hədis də İmam Buxarinin və İmam Müslimin səhih sənəd ilə rəvayət etdiyi hədisdir. Bəli, həmən hədis səhihdir. Necə ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm həmən hədisdə bu şəkildə buyurur. فَإِذَا رَأَ أَحَدُكُمْ مَا يُحِبْ فَلَا يَحْدِسْ بِهَا إِلَّا مَنْ يُحِبْ. Sizlərdən biriniz gözəl yuxu gördükdə onu sevdiyinə danışsın. Yəni, sevdiyi birinə danışsın. Hər dosta, düşmənə danışmasın. Çünki sevdiyin də onu sənin üçün gözəl yozar. Və yaxud da ki, o da o yuxudan təsirlənər. Amma sevmədiyin birinə danışarsan, qısqanar, necə Yusif əleyhissalamın yuxusu kimi. Qısqanar, qısqancılıqdan ya yuxunu pozar və yaxud da ki, sənə bədnəzər edər. Və in ra'a ma yukrihu fəliyəttəfil an yəsərihi sələsən. Əgər xoşlamadığın bir yuxunu gördükdə, sol tərəfinə 3 dəfə üflə. Sol tərəfinə 3 dəfə üflə. Niyə sol tərəfə? Çünki daim şeytan insana soldan gəlib vəsvəsə verir. وَلْيَتَعَوَّزْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ وَشَرِّهَا. Lənətlənmiş şeytandan Allaha sığın, şeytanın özündən və şərrindən. Və bunu heç kəsə danışma. فَإِنَّهَا لَنْ تَدُرُّهُ. Çünki bu sənə zərər verməz. Heç kəsə danışma. Bu sənə zərər